Belə bir sual paylaşmışdıq. Uyğunlaşdırın, tam cavabı seçin. Biz 5-6 il əvvəl ilk dəfə belə bir şey təqdim etmişdik sizə. Klasterin içindəki fikrin ipucu verməsi. Və hal-hazırda bu gördüyünüz sual tipində ilk dəfədir işləyirsiniz. Hələ ki belə bir sual təqdim olunmamışdı sizə publik formada. Sınaqlarımızda var, amma publik formada ilk dəfədir görürsünüz. Deməli, burada nəyə diqqət etmək lazımdır? Burada gördüyünüz kimi hər iki klasterdə pozan sözü var, amma klasterin içinə baxdıqda görürük ki, bunlar eyni pozan sözü deyil. Məsələn, birinci pozan üçün yazılıb ki, isimləşə bilər, ikinci pozan üçün yazılıb başlanğıc formadadır. Deməli, birinci pozan fe'li sifətdir. Çünki isim olsaydı isimləşə bilməzdi. İsim isimləşmir, çünki özü zaten isimdir. İkinci pozan isə başlanğıc formada olduğuna görə isimdir. Bunu biləndən sonra keçək klasterin o rəqəmlər olan xanalarına. Deməli, 1-ə pozan fe'li sifətinə aid söz yazılmalıdır. 3-ə pozan isminə aid söz yazılmalıdır. 2 isə görün, buradan da bura xət gəlib, buradan da gəlib. Deməli, 2-yə elə fikir yazmalıyıq ki, həm pozan sifətinə aid olsun, həm də pozan isminə. A-da deyir ki, düzəltmədir. Pozan ismi düzəltmədir. Pozan, qalxan, bir neçədən belə söz var. Anla isim düzəlir. Fe'li sifətdəki an isə qrammatikdir. Deməli, A hara getməlidir? 3-ə. Bir şəkilçi artırmaqla qrammatik məna növünü dəyişmək olar. Bu təbii ki, fe'lə aid olasıdır, ismə aid olası deyil. Amma yoxlayaq görək pozan fe'linə aiddirmi bu? Poz təsirli fe'lidir. Dır artırsam, pozduran icbar növdə olur. Deməli, B gedir 1-ə. Şəxs şəkilçisi qəbul edilməz. Bəzən ümumi olaraq şəxs xəbərlik yazılır, amma sırf şəxs və yaxud da sırf xəbərlik yazılıbsa, bunun fərqini biz bilirik də, yəni filoloq olaraq bilirik ki, şəxs nədir, xəbərlik nədir, ona da diqqət etmək lazımdır. Şəxs şəkilçiləri təsriflənən fe'llərə qoşulanlardır, xəbərlik isə təsriflənməyən fe'llərə və digər nitq hissələrinə qoşulanlardır. Bunların heç biri şəxs şəkilçisi qəbul edilməz, çünki biri isimdir, biri də fe'li sifətdir. Eləsə xəbərlik şəkilçisi qəbul edə bilər. Ona görə də C yazılır ortaya, yəni 2-yə. İsmi xəbər ola bilər, həmçinin bu da ortaq xüsusiyyətdir, çünki fe'lin təsriflənməyən formaları ismi xəbər olur. Deməli, D də getdi ortaya. Sifətləşə bilər. Fe'li sifət sifətləşə bilərmi? Xeyr. Əgər fe'li sifət kimi məsələn necə sualına, hansı sualına cavab verirsə və yaxud da təyin olursa, bu onun sifətləşməsi deyil. Bu fe'li sifətin elə öz xüsusiyyətidir. Fe'li sifət sifətin xüsusiyyətlərini daşıyır. Bu artıq sifətləşmə deyil. Sifətləşmə vaxtı olardı ki, normalda o bunlara cavab verməsin, bəzi hallarda cavab versin. Fe'li sifətin elə xüsusiyyəti budur ki, təyin olur, əsasən təyin olur. Bəs isim sifətləşə bilərmi? Bəli, isim sifətləşə bilər. Amma burada söhbət isimdən yox, pozan ismindən gedir. Pozan ismi sifətləşə bilərmi? Xeyr. Məsələn, desəz ki, pozan adam bu idi. Pozan, bu fe'li sifət pozandır. Və yaxud da, məsələn, biz deyirik ki, dəmir qab, daş yol, daş hasar. Bu cür siz pozan sözünü, pozan, isim pozan, onu necə işlədə bilərsiniz ki, o, yəni, fe'li sifət kimi yox. Pozan ismi gəlsin, təyin olsun, sifətləşsin, mümkün deyil. Ona görə də sifətləşə bilər, bunların heç birinə aid deyil. Heç birinə aid deyilsə, bu diaqramda onun işi yoxdur. Eyni heç yerə yazmırıq. Düzgün cavab qarşınızdadır. 1B, 2CD, 3A, yəni D variantı.